Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 111-ci videomuzdur. Dəyərli dinləyicilər, hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında, Quran sevgisi adı altında insanları deizmə, ateizmə çağıranları tanımış və onların yalanlarından, hilələrindən agah olmuş olarsınız. Yenə də hicab, yenə də müsəlmanlar özlərini göstərirlər. Biz bilmir deyə qardaşlarım, yəni biz indi bildik ki, biz övladlarımıza İslamı öyrətdikdə, dini təbliğ etdikdə, hicabı təbliğ etdikdə biz sən demə özümüzü kiməsə göstərmiş oluruq. Biz uşaqlarımızı dini təhsil verdikdə, namazı öyrətdikdə, orucu öyrətdikdə sən demə biz nə edirik? Uşaqlarımızın haqqlarını yeyirik. Uşaqlarımızın uşaqlığını əllərinə alırıq. Allahu Ekber. Yəni bunların düşüncəsi budur. Bu şarlatanlar, bu şeytanlar çalışırlar ki, bunun təbliğatını nə etsinlər, insanların arasında aparsınlar. 1400 illik müsəlmanların dəyər verdikləri bu İslamı, dəyərləri nə etməyi sadəcə ürək bulandırırlar. Vəssalam. Bu tərəfdə qoymuşam dəyərli dinləyicilər bu hicab barəsində. Düzdür, hicab barəsində bir çox videolarımız var. İstəyənlər qayıdıb onları dinləyə bilərlər və burada müxtəlif ölkələrdə, yəni təkcə müsəlmanlardan getmir söhbət, hətta xristian cəmiyyətlərdə və yaxud da yəhudiliyin özündə olsun, baş örtməyə, qadının örtülməsi mühüm məsələdir, dəyərli dinləyicilər. Yəni bu təkcə İslama aidiyyəti yoxdur. Hətta bu dinsizşünas da burada etiraf eləyəcək ki, yəni bunun təkcə İslama aidiyyəti yoxdur. Hətta digər dinlərdə də baş örtülmək var, dəyərli dinləyicilər. Yəni bu bizim özümüzün fikirləşdiyimiz, bizim özümüzün ortaya atdığı bir şey, yəni İslamın ortaya atdığı bir şey deyil. Bu həmişə olur. Həmçinin də saqqal, dəyərli dinləyicilər. Bir də dinləyək. Görək nə deyir, ondan sonra inşallah o videoları qoyacağam. Həm də anlasınlar, zorla etdirdikdə uşaqlarda, gənclərdə, yeniyetmələrdə dinə sevgidən çox aqressiv bir münasibət yaşayır. Ay xanım, necə aqressiv, necə dinə nifrət. Əksinə, elə dinə sevgi ondan gəlir də. Bax, sizə öyrətməyiblər. Uşaqlıqdan sizə dinə nə olduğunu, İslamın nə olduğunu öyrətmədiklərinə görə siz bu günləri çıxmışsınız, açıq aydın İslamın əleyhinə təbliğat aparırsınız. Və elə zənn edirsiniz ki, uşaqlara İslamı təbliğ etdikdə, hicabı öyrətdikdə sən onun haqqını əlindən almış olursan. Quran-Kərimin özündə də var ki, la ikraha fid-din, dində heç bir zorakılıq yoxdur. Sən bunu elədiyin zaman adına nə qoyursan, qoy zorakılıqdır. Yəni dində Təsəvvür edirsiniz dəyərli dinləyicilər. Bunlar elə düşünürlər ki, Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki, dində məcburiyyət yoxdur. Deməli biz övladlarımızı İslamı təbliğ etdikdə, onlara namaza, hicabı öyrətdikdə biz onları məcbur etmiş oluruq və Allahın ayətinə qarşı çıxmış oluruq biz. Bunu həmçinin bu aşağıda gördüyünüz də bu üzü qırxılı, qalstuklu bu şarlatanlar da eyni sözü deyirlər. Təsəvvür görün nə yazıb öz Facebook səhifəsində. Deyir ki, demək böyük bir kütlə uşaqlarını məcbur edilmiş. Çünki dində məcburiyyətin olmadığını elan edəndə nə qədər adamdır üstümüzə gəldi. Hətta bu adamlar Allahın da əleyhinə çıxırlar. Çünki Qurandakı endirilmiş İslama yox, yarı xurafat, yarı möhhumat qarşığı olan, beyinlərində formalaşma, uydurulmuş İslama etiqad edirlər. Yəni biz uydurulmuş bir İslama etiqad edirik də. Quranda Bəqərə surəsində ayə gətiririk ki, Allah Taala buyurur ki, dində məcburiyyət yoxdur. Adamlar heç veclərinə də almırlar. Demək çoxu Quranın Allahına da inanmamışlar. Sadəcə öz düşüncələrində bir tanrı obrazı uydurub ona inanmışlar. Hətta az qala Allaha da dil uzadırlar ki, nə olsun sən deyirsən məcburiyyət yoxdur. Biz məcbur edəcəyik. Çünki Qumdakı ağalarımız və yaxud da Vəhabi şeyxlərimiz belə deyirlər. Eşidirsiniz dəyərli dinləyicilər. Sonra burada başqa bir yerdə belə bir başlıq açıb ki, saqqal saxlamaq geridə qalmışlıq və natəmizlikdir.
Biz bu ayəyə, dəyərli dinləyicilər, dində məcburiyyət yoxdur ayətinə toxunmuşuq bir neçə də videolarımızda və bu bisavatlara izah etmişik ki, yəni sizin qıt beyninizin məhsulu deyil, Allah Subhanahu taalanın ayətlərini tərcüməni açıb oxumaqla başa düşəsiniz. O ayətləri başa düşmək üçün sən ilk növbədə həqiqi İslam'a, Allahın və Peyğəmbərinin sallallahu əleyhi və səlləmin bizə göndərdiyi o İslam'a iman gətirməlisən. Təslim olmalısan. Ondan sonra Allah Subhanahu taala o ayətləri başa düşmək üçün sənin qəlbini açacaq. Sən əgər Allah Taalanın və Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə əmr etdiyi o saqqala dil uzadırsansa və deyirsənsə ki, bu natəmizlik və geridə qalmışlıqdırsa, deməli hələ sən Allaha və onun peyğəmbərinə iman gətirməlisən. Çünki bütün peyğəmbərlər bu saqqalı saxlayıb. Sən məni istehza etmirsən, mənə deyirsən Vahabi. Yalansa Allah sənə dilini qurutsun. Sən özün də bilirsən ki, Vahabi deyilən bir şey yoxdur. Sən özün də onu bilirsən ki, Vahabi deyilən belə bir şey yoxdur, belə bir təriqət, belə bir məzhəb, belə bir yol yoxdur. Sadəcə bu gözdən salmaq, ləkələmək, böhtan atmaq üçün istifadə edirlər sənin kimi bisavadlar. Və özün də bilirsən ki, Adəmdən ta Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə qədər və Allahın Rasulundan sonra onun yoluna gedən sahabələr, onlara tabi olan salihlər, tabinlər, ətba tabinlər, hər bir müsəlman saqqal saxlayır. Və sən deməklə ki, bu natəmizlikdir və çirkinlikdir, geridə qalmışlıqdır. Sən Allahın Rasuluna dil uzatmış olursun. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm saqqalı olub. Həzrəti Əbu Bakrın, Ömərin, Osman, Həzrət Əlinin saqqalı olub. Və onların saqqallarının nə boyda olması barəsində dəlillər çoxdur. Vəsfi gəlib bizlərə. Yəni sən demək istəyirsən ki, onlar geridə qalmış olublar. Və yaxud da natəmizlik olur onlarda. Gündə 5 dəfə dəstəmaz alan, 5 dəfə mən deyirəm, 5 dəfə dəstəmaz alan və bu saqqalı yuyan insanda çirkinlik qala bilər, dəyərli dinləyicilər. Yoxsa sən istəyirsən ki, sənin kimi olsunlar? Üzü qırxılı, saqqallı. Allahu Akbar. Yəni təsəvvür edin, yəni bunlar ilahiçilərdir. Yəni ilahiyyətçi. Və bunlar dinsiz şünaslar, qardaşlar, bunların məqsədləri birdir. İslam'a içəridən etmək, dağıtmaq. İnsanları ateist və deist etmək. Və bu ayəti də bu qıt ağılları ilə bunlar səhv başa düşürlər. Dində məcburiyyət yoxdur. O demək deyil. Sən əgər ailəvin içərisində İslamı dəvət edirsənsə, deməli sən məcbur etmiş olursan. Yox, bunun İslamı bu məcburi, bu ayətin bizim ailəyə, yəni sənin öz ailəvin içərisində aidiyyəti yoxdur. Peyğəmbər sallallahu əleyhi bunu izah edirəm. Bu bisavadlardır, qulaqlarını açıb eşitsinlər. Peyğəmbər sallallahu əleyhi buyurur ki, dəyərli dinləyicilər, sizlərdən kimsə bir münkər gördükdə, yəni pis bir əməl gördükdə onu əli ilə düzəltsin. Və Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur, əgər bacarmırsa, dili ilə düzəltsin. Əgər bunu da bacarmırsa, ən azından qəlbində o günaha nifrət etsin. Və yaxud oranı durub tərk etsin. Əgər bu da olmasa, deməli səndə o imanın göstəricisindən heç nə yoxdur. Misal olaraq, Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisinə uyğun misal olaraq çəkirəm ki, əgər hər hansı bir dükanda içki satılırsa, mən gedib əlimlə götürüb o içkini yerə vurub sındırıb, dağda bilmərəm, bunu edə bilmərəm. Çünki buna mənim ixtiyarım çatmır. Mən gedib ona təbliğatımı apara bilərəm. Deyərəm ki, gözəl insan, Allah Subhanahu taala içkini haram edib və onun satışını da haram edib. Satma haramı. O mənə qulaq asmasa, mən qəlbimdə nifrət edəcəm ki, əlhamdülillah, mən dəvətimi apardım. Mənim boynumda olan getdi. Yaxşı, bunu dində məcburiyyət yoxdur, bax, buna aiddir. Mən gəlib öz ailəmin içərisində mənim övladım evə içki gətirirsə, mən onu əlimlə götürüb dağıda bilmərəm. Əlbəttə eləyə bilərəm. Bu mənim ailəmin içidir də. Və yaxud da övladım hansısa bir günaha gedirsə, mən ailəmin içərisində bunu edə bilmərəm. Eləyə bilərəm. Deməli, bu ayətin deməli, tətbiq olunma məqamları və tətbiq olunma yerləri var. O demək deyil ki, evdə kimsə öz ailəsinə hicabı təbliğ edirsə öz övladına və yaxud da namazı öyrətmək istəyirsə, dində məcburiyyət yoxdur, deməsə ona təbliğ eləyə bilməz. Yox, belə bir şey yoxdur. Mən yad insana gedib deyən bilmərəm ki, tutub qulağından gətirən bilmərəm ki, gəl namazını qıl, gəl hicab tax ki, yəni bunu eləyə bilmərəm, bəli. Dində məcburiyyət yoxdur bu. Amma ailəmdə bunu edə bilərəm. Bu bisavadlar, yəni dini təhsilləri olmadığı üçün dəyərli dinləyicilər, baxın görün Allah Taala'nın ayətlərini necə təbliğ edirlər insanlara, necə göstərirlər. Bütün peyğəmbərlər 124 min peyğəmbər olubsa, bütün peyğəmbərlər saqqal saxlayıb. Bu deyir ki, natəmizlik və geridə qalmışlıqdır. Allahu Akbar. Görün sonra nə deyir dəyərli dinləyicilər.
olan ailələr niyə bunu etsinlər ki? Bilə-bilə dində zorakılıq yoxdur. Özlərini başqalarına göstərirlər. Oy, baxın bizim cəmiyyətin belə bir yanlış təfəkkür. Yəni bir özlərini başqalarına göstərirlər. Allahu Akbar. Niyə biz özümüzü başqalarına niyə göstərməliyik ki? Biz özümüzü Rəbbimizə göstəririk. Bəli. Ki ya Rəbbi, biz sənin əmrlərini yerinə yetirməyə çalışırıq. Bacardığımız qədər onların təbliğatını öz ailəmizdə aparmağa çalışırıq. Bu məcburiyyət deyil. Bu Allahın əmrini tətbiq etməkdir. Baxın görün özü görün sonra nə deyir. İkinci məsələ isə tamam başqadır ki, o hətta gözün təkcə görünməsidir ki, bu da dində olmayan bir məsələdir. Adət ənənəni gətirib o cürə təqdim edilməsinin nəticəsi olaraq görə Bu adət ənənəni hardan götürüb? Yəni müxtəlif ölkələrdə var. Məsələn, mən sizə bir şey deyim. Bu günlərim bəlkə də çox adamın bilmədiyi İsrailin özündə ultra ortodoks yahudilik var. Ora baxdığınız zaman orada da qadınlar hətta daha da niqablı bir şəkildə örtünürlər. Və yaxud da xristianlara baxdığınız zaman, məsələn, Vatikana getsəniz, orada da rahibələrin və yaxud da bəzi ölkələrdə monastırlara getsəniz, orada da rahibələrin bu gün müsəlman qadınlardan fərqlənməyən bir şəkildə, yəni müsəlman qadın dediyim örtülü qadınlar, o demək deyil, örtüsüzlər müsəlman deyil. Yəni onların da örtülü olduqlarına şahid ola bilirik. Və yaxud da bizim keçmişimizdə, elə indinin özündə bəzi bölgələrimizdə, kəndlərimizdə, qəsəbələrimizdə kəlağayı örtüldüyünün şahidi oluruq. Yaxud da müəyyən deyək ki, iqlim forması dəyişdiyi zaman orta məktəbə gələn qızlarımızın belə başlarına soyuq olmasın deyə müxtəlif şallardan istifadə elədik. Yəni nənədən, babadan, yəni kimlər ki, Bakının kəndlərində və yaxud da rayonlarda, kənd yerlərində yaşayır, bunlar görüblər. Bizim qadınlarımız necə geyiniblər, necə örtünüblər, necə taxınıblar, necə Allahın dinini, o hicabı qoruyublar, dəyər veriblər. Özü də etiraf edir ki, yahudilikdə və yaxud da xristianların üzərində olsun. Yəni bu təkcə İslama aid olan bir məsələ deyil, bütün dinlərdə bu var. Çünki dinlərin əsli hamısı eynidir axı qardaşlarım. Tək Allaha çağırmaq olur. Bütün peyğəmbərlər İslamı təbliğ edir, tək Allaha ibadət etməyi təbliğ edir. Ona görə görürsən ki, müəyyən məsələlər hansı ki, bu günləri İslam dinində var, o bundan əvvəlki dinlərdə olub. Əlhamdülillah. Baxın, dəyərli dinləyicilər, Azərbaycan filmidir, o olmasın, bu olsun. 56-cı ildə çəkilib, arası 70 il bundan qabaq. Bir dənə balaca bir səhnədir. Dinləyin özünüzdə. Qoy bunlara da bəlkə bir ibrət olsun. Bu nədir belə? Evdən bu sayaq niyə çıxırsan? Daha balaca deyilsən axı. Ged bu saat çadranı sal başına. Bəs sənin gözün hardaydı? Yanındakını da görürsünüz də, dəyərli necə bağlanır. Bu Azərbaycanın dəyərləridir, dəyərli dinləyicilər. Əlhamdülillah ki, indiyə kimi o dəyərlər qorunub saxlanılır. Ta kiçik yaşlarından uşaqlara, övladlara, müsəlmanlar bu cürə təbliğat aparırlar. Bunlar isə üzü qırxılmış, qalstuklu isə bunlar müasir. Əllə qadınla öpüşüb görüşmək olar, əllə qadın naməhrəmə əl verib görüşmək olar. Bunlar üçün problem yoxdur belə şeylər, dəyərli dinləyicilər. Ona görə də bunlar bunun təbliğatını aparırlar ki, yəni hicabı təbliğat aparmaq, sən demə, uşağın haqlarını əlindən almaqdır. Özünü göstərməkdir cəmaata. Allahu Akbar. Allah Subhanahu taala dövlətimizi, xalqımızı, millətimizi belə şarlatanlardan qorusun. Allah'a emanet olun. Esselamu aleyküm və rahmetullah və bərəkatuhu.